Salam əziz izləyicilər. Bugün sizinlə 70-ci sualın izahına baxırıq. Əvvəlki videoda texniki hesab səhvi getdiyi üçün yenidən çəkirəm. Demək, kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Şifrədə yalnız A, B, C, D, E, F, G, 1, 2, 3, 4 simvollarından istifadə olunub. Hər bir belə şifrə kompüterin proqramında minimal və eyni bayt, tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol ayrı-ayrılıqda və minimal mümkün bit sayı ilə kodlaşdırılır. Bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunarsa, əlavə məlumat neçə baytdır? Demək, şəxsi şifrə üstəgələ əlavə məlumat bərabərdir 16 bayt. Bunu yadda saxlayaq və görək bizim əlifbamızın gücü neçədir? Hərflər və rəqəmləri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvollu əlifbada bizim bir simvolumuzun həcmi 11, 2 üstü 4, 16-ya yaxın olduğuna görə hər bir simbol 4 bit informasiya tutur. Və 15 simvollu şəxsi şifrə dediyi üçün bir simbol 4 bit informasiya tutursa, 15 simvolumuz isə 60 demək bit informasiya həcminə malikdir. Bizdə də burada deyilir ki, həmçinin baytla götürməliyik. 60-ı bölürük 8-ə. Bir baytımız 8 bit olduğuna görə bayta keçmək üçün bitdən bayta 8-ə bölürük. Bu da eləyir təxmini 8-dir və 8, 64. Təxmini 8 bayt. 8 bayt. Və tapdıq ki, şifrə üçün 8 bayt. 8 bayt üstə gələk əlavə məlumat bərabərdir 16 bayta. Buradan da tapırıq ki, əlavə məlumat bərabərdir 8 bayta. Düzgün cavabımız A bəndi olmuş olacaq.